Qardaş, mən bunu həmişə demişəm, yenə deyirəm. Bütün günün namaz qılıb, oruç tutan, amma Allah üçün 1 manatından keçə bilməyən insanlar hələ tam dindar ola bilməyib. Allah layiq bildiyi bəndələrinə nəsib edir Allah üçün ehsan etməyi. Əgər Allah səni bu salih əməldən məhrum edibsə, səni bu işə layiq bilmirsə, qıldığın namazın nə faydası, tutduğun orucun nə faydası? Təbii ki, namaz və oruc vacibdir, bu öz yerində, yəni bu tamam başqa məsələdir. Lakin ehtiyaclı insanlara qəlbin yanmırsa, qazancını elə öz qarnına xərcləyirsənsə, get 100 dəfə namaz qıl. Bunun nə faydası olacaq sənə? Allah Həzrəti Musaya dedi, Musa, mənim üçün nə etmisən? Musa dedi, ilahi, sənin üçün namaz qılmışam, oruç tutmuşam. Allah buyurdu, namaz da, oruç da sənin özün üçündür, mənim üçün nə etmisən? Buyurdu, əgər mənim üçün nəsə etmək istəyirsənsə, onda insanlara yardım et, insanlara əl tut, insanlara xidmət et. Əksər dindarlar bütün günün namaz qılır, oruç tutur, hətta gecə namazı da qılır. Amma deyəndə ki, Allah üçün gəl birinə yardım edək, deyir, qardaş, mənim özümə yardım edən lazımdır. Əgər sən Allah üçün 1 manatından keçə bilmirsənsə, deməli sən ən bədbəxt insansan da. Bir insan nə qədər kasıb olursa olsun, o 1 manatı Allah üçün çıxarmağa hər kəsin imkanı çatır. Şəxsən mənim tanıdığım insanlar var ki, hər gün Allahdan danışır. Bütün günün namaz qılır, evdən çölə çıxmır, bu insan ancaq Quran oxuyur. Amma Allah üçün 1 manatından keçə bilmir. Bunun harası möminlik oldu? Allah bizi xeyir əməllərdə bir-birimizlə yarışan bəndələrindən qərar versin və Allah bizi dünya malına nökər olanlardan qərar verməsin. WhatsApp ehsan qrupumuza qoşulmaq istəyən qardaş bacılarımız da şəxsidə bizə yaza bilərlər. Allah sizi qorusun.